Qarabağ bu cür büdcə, mali imkanları ilə, bu cür heyətlə Çempionlar Liqasında bundan da yaxşı nəticə göstərə bilər. Bunu mən demirəm. Bunu vaxtilə Qarabağ Futbol Klubunda məşqçi işləmiş Türkiyəli mütəxəssis Mehmet Akt deyir. Azərsport.com saytında müsahibə verərkən Mehmet Akt keçən il əldə edilən Benfica və Kopenhagen üzərində qələbələri, Chelsea ilə heç-heçəni çox yüksək qiymətləndirir və əlavə edib ki, Eintrachtla Qarabağın çox yüksək şansları var. Oyun bilirsiniz də ayın 21-idir Bakıda və Liverpoolla oyuna qədər Qarabağ Çempionlar Liqasında play-off mərhələsinin məsələsini həll edə bilər. Əsas odur ki, Qarabağ bu oyunlara yaxşı hazırlaşmalıdır. Hazırlıq demişkən Qarabağ artıq məşqlərinə başlayıb və Antalyada 2 oyun keçirəcək, yoldaşlıq oyunları. Birində Özbəkistanın 1 nömrəli klubu Neftçi ilə görüşəcək, yenə də Qarabağ Neftçi və ikincisində də Polşanın 5-ci yerdə gedən komandası Zagłębie ilə. Ümid edək ki, bu 2 oyun Qarabağa Eintrachtla hazırlaşmağa çox kömək edəcək.